Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün 1 mart tarixində OTK-nın keçirmiş olduğu sınaqdan Azərbaycan dili suallarının izahına baxırıq. Deməli, birinci sual. Cümlədəki durğu işarələri bərpa edilərsə, hansı vasitəsiz nitqə sxem olar? Samir, bəli. Samir burada müəllifin sözüdür. M, qoşa nöqtə. Bəli, gələcəyəm. Bu nədir? Dırnağı açdın, vasitəsiz nitq. Bəli, gələcəyəm. Dedidən əvvəl vergül tire. Dedi. Və sonra yenə vasitəsiz nitq gəlib. Yenə özündən sonra vergül tire. Vasitəsiz nitq və sonra dırnağa bağladı. Bu sxem hardadır? D variantına oxşuyur. Birinci suala cavabımız D variantıdır. 2. Son samiti fərqli tələffüz olunan sözləri seçin. Bilirik ki, əmlak sözündə əmlakdır, şərikdir, malikdir, idraçdır. Bu sözlərdən sonra demişik. İstər sahit gəlsin, istər samit gəlsin, iki samiti dəyişmir. Ona görə biri sənin rahatlığından çıxartdın. Çürük sözü sahit gələrsə olur y, samit gələrsə olur xışdirik. Deməli 2 dəyişir götürdün. Miras sözündə s samiti dəyişmir. Yəni, miraz olmur ki. Deməli 3-ü də rahatlığından çıxartdın. Və 2-ni də götürmüşük. Cavabımız artıq məlumdur bizə. 2. 4. Dənli. Yəni burada diqqət eləməyin. Deməyin ki, sahit nə bitir? Bizə nə deyir? Son samiti. Son samiti nədir bunun? L deyil. Necə tələffüz olunur? Ni şəklində. Deməli, l niyə keçir? 4-ü götürdün və xərət sonu bıdırcıdı samitlərlə bitən sözlərdən sonra əgər heç nə və yaxud da samitlə başlayan söz şəkildə gələrsə, c-yə keçəcək. 2, 4, 6 A variantı bizim cavabımızdır. 3. Yerinə görə sözləşməsinin əsas vasitə tərəfi ola bilər. Yəni, heç düşünmədən sualı 2 dəqiqədə necə tapa bilərik? Modal sözdür, modal sözdür. Çıxart 4-dən 5-i. Çıxardaq 4-dən 5-i. Düşünmürsən, yəni suala heç fikir vermirsən. Yəni, sənin sualın cavabını tapmağa maksimum 5 saniyə çəkir. 4-lə 5-i rahatlıqdan çıxar. Demişik ki, köməkçi nitqləri söz birləşməsinin əsas vasitə tərəfi ola bilməz. Söz birləşməsi üçün minimum 2-dən müstəqil mənada söz lazımdır. Cavabımız oldu B. 1, 2, 3. Cümlənin birində vergül işarəsindən düzgün istifadə edilməyib. Demişdik ki, modal sözlərdən bənzətmə bildirən modal sözlər sanki elə bil güyadan sonra vergül qoyulmaz. Burada sanki istifadə olunur və özündən sonra vergül qoyulub, deməli düzgün istifadə edilməyib. 5. Mübariz adam üçün məğlubiyyət ar deyil. Bax, ar deyil. Nə? Məğlubiyyət. Kim üçün? Adam üçün. Hansı adam üçün? Mübariz. Təhlilimiz budur. Bizdən yanlış fikirlər istəyir. Nəqli cümlədir, bəli, nəqli cümlədir. Bu doğrudur. Doğrusa çıxart. Ümumi şəxsi cümlədir. Axı mübtədamız var. Mübtəda varsa müəyyən şəxsidir. 2 yanlışdır, götür. Cümlə üzrən təhlili mübtədanı atıb əvvələ. Deməli, yanlışdır. Yanlışsa götür. Söz birləşməsi ilə ifadə olunan cümlə üzvü yoxdur? Yoxdur, bəli. Burada mübarizadan birinci növdür, amma parçalanıb. Artıq parçalanıbsa, sən o söz birləşməsindən ifadə olunan cümlə üzvü deyə bilməzsən. Çünki parçalanıb. Yəni, bu da doğru fikirdir. Yanlışı istəyir 2, 3. Y variantı bizim cavabımızdır. Gəldik. 6-cı sual. Tərkibində həmcins üzvlər olmayan hansı cümlələrə tabesli əlaqəsi var? Yoxsul çox şey istər. Nə edər istər? Kim? Yoxsul. Həris isə hər şey istər. Kim? Həris. Bax, burada tabesli əlaqəsi yoxdur. 2 dənə sadə cümlənin birləşməsi var. Və bu cümlə tabesiz mürəkkəb cümlədir. Həmcins üzv yoxdur, amma cümlə tabesiz mürəkkəb cümlə olduğu üçün tabesli əlaqəsi var. A variantı sənin cavabındır. 7. Sonuncu saiti uzun tələffüz olunan. Sonuncu saiti uzun tələffüz olunan sözlər hansılardır? Demişik ki, qoşa saitli sözlərdən biri düşür, digəri uzanır. Yəni, bununla 1 ilə 4-ü rahat bir şəkildə götür. 1 ilə 4-ü götürdün, düzdür? Dahiyanə. Burada uzanan adı, deyil. Ona görə 2-ni rahatlığından çıxart, 1 ilə 4-ü də götürmüsən. Cavabın sənin məlumdur artıq. İcraat, sonuncu sait adı, düşür, uzanma olur və bizim cavabımız 1, 3, 4 Y variantıdır. Yalnız əsas nitqsəndən ibarət cümləni istəyir, düzdür? Burada üçün qoşmadır. Burada ən ədatdır. Burada başqa qoşmadır. Burada ilə qoşmadır. Uçmaq, feil, bacarmayan feil, uçurum, isim, kənarı, isim, yuva, isim, qurmasınlar, feil. Burada oldu cavab A variantı. Bütün yalnız əsas nitqsəndən ibarət cümləmiz oldu. 9. Üzərində dəqiq yazmış hansı söz isim deyil, lakin ismin sonuna cavab verir. Deməli, isimləşib də. Bilirik ki, dakı yalnız sifət düzəldir. Bu da lar qəbul edib. Bax, avtobusdakılar ana ilə körpə uşağına yer göstərir. Göstərdilər kim? Avtobusdakılar. Görsən, ismin sonuna cavab verir. Amma dakı demişik, nə düzəldir? Sifət. Sifət deyil, isim deyil. Lakin ismin sonuna cavab verir. Deməli, cavabın D variantı birincidir. Klasterləri tanımlaya bilən cümlələri müəyyən edin. Başlanğıc formada 2 leksik şəkildə olan sözdür. Baxaq. Bağdan bağlamaq, bağlayıcı və başlanğıcda 2 leksik olan sözdür. İndi buna başlanğıc formasında 2 leksik şəkildə olan söz lazımdır. 2-yə baxaq. Çox sözün kökü. Çoxalmaq, çoxaltmaq, çoxaltdırmaq. Başlanğıcda 3 leksik oldu. 2-ni rahat bir şəkildə çıxardırsan. Sonra baxaq
3-ə. Söz, sözləmək olmur, sözləşmək. Başlanğıcda bir leksik şəkilçi var. 3-ü də rahatlıqla çıxarsan, cavabın sənin artıq məlumdur ki, Y variantıdır. Gözəl, gözəlləşmək, gözəlləşdirmək, ən qrammatik. Yol, yoldaşlıq da qrammatik. Gördün, hər ikisinin başlanğıcında 2 qrammatik var. 2 leksik şəkilçi var, üzr istəyirəm. 1 və 4 bizim cavabımızdır. Mətn suallarından davam edək. Həyatımızdakı böhranlardan necə çıxaq? Deməli, baxırıq 11-ci suala. Üzərində rəqəm yazmış sözlərin kontekstə uyğun əsasında uyğunluğu müəyyəndir. Üzərində yazılan söz bir böhrandır. Digər sözümüz nədir? Vəkildir. Deməli, bir böhrandır. İkinci sözümüz vəkildir. Böhran sözünə burada gedəcək. Həddindən artıq əmti hissə nəslə meydana gələn istehsalın azalması iqtisadi durğunluq bu böhrandır. Birə gedir A. Vəkil isə məhkəmənin müqəssiri ittiham edən şəxs, yox, ittiham edən şəxs vəkil deyil. Məhkəmə tərəflərinin əvəzindən iş aparan şəxs. Bax, Y variantı vəkildir. 1A, 2. Bu haradadır? Y variantı bizim cavabımızdır. Çərçivə daxilindəki hissə ilə bağlı doğru fikirləri müəyyən edin. Çərçivə daxilində verilən hissə, deməli, Stuart Osteynin inşaat mühəndisinin təhsil alması və ixtisas uğurlar qazanmasından danışır. Deməli, bu hissə əsas siyahətdir. Bəli, 2-ni götürürsən. Stuartın iş həyatı haqqında məlumat verilir, bunu götürürsən. Mətnin və bir-birinin əksi olan hadisələr təsvir olunur. Burada deyir, ixtisas üzrə uğurlar qazanmaqda davam edir. Sonra deyir ki, onun xidmətləri lazımsızlaşmışdı. Deməli, onun həm uğuru əks olunur, həm də uğursuzluğu əks olunur. Ona görə 1, 2, 4 bizim cavabımızdır. Daha sonra 13. Mətnə görə Stuart Austin o yerin məqsədlərindən idi. İqtisadi böhran yox, peşə fəaliyyətini dəyişmək istəyirdi. Deyir, peşəsini dəyişmək qərarına gəlir. Taleyini dəyişmək istəyirdi və vəkil kursu açmaq istəyirdi. 2, 4, 5. 2, 4, 5 haradadır? A variantı bizim sualın cavabıdır. Sonra 14. Sonuncu abzasda nöqtənin yanına uyğun ifadələri müəyyən edin. Sonuncu abzasda nə deyir? Öhdəsindən 2 ilə gəldi. Deməli, uğura gedən yol insan dayanmadan öz üzərində çalışmasından keçir. Y variantı təbii ki. Sonra 15. Mətnə görə güvənli həyat şəraitinin qorunması üçün insana nəyin axtarışı olunur? Bax, bunu burada deyir ki, güvənli həyat tərzini saxlamaq üçün insana yeni qazanc yerləri axtarırlar. Yeni qazanc yeri axtarması hanı? Y variantında. Yeni gəlir yerlərinin axtarışında olurlar. Y variantı. 16. Sənayedə və müəyyən biznes sahələrində tələb olunan xüsusi biliklər universitetlərdə öyrədilmir. Bunun nəticəsində nə olur? Bunun nəticəsini burada deyir. Lakin bir çox sənaye və biznes sahələri universitet təhsil olmayan xüsusi bilik tələb edir. Əgər siz bu biliyə sahib deyilsinizsə, nəticədə iş təklif edənlərin etirazını qıra bilməyəcəksiniz. Bu bunun nəticəsinə. Bu cümləni yaza bilərsiniz. Daha sonra bəzi adamlar yüksək zirvələrə ucala bilirlər. Bunun nəticəsində səbəb nədir? Yaza bilərsiniz ki, məsələn, John'un dayanmadan öz üzərində işləyir və nəticədə nə olur? Nəticədə bəzi adamlar yüksək zirvələrə ucala bilirlər. Əgər açıq suallara başqa variantlar yazmışsa, yoruma qeyd edilərsiniz, oradan cavablayacağım. Doğru və yaxud da yanlış olmasın. Mətnə sizin sxemi tamamlayan fikirlər yazın. Həyatda insanın problemini kim əldə etməlidir? Mətnə istinad etməklə fikirlərinizi əsaslandırın. Yazırsınız ki, mətnə istinad etməklə insanın problemini, John'un problemini yalnız John'un özünün həll etdiyini görürük. John dayanmadan öz üzərində çalışır. 40 yaşının keçməsinə baxmayaraq, öhdəliyində ailəsi olmasına baxmayaraq, o öz peşə fəaliyyətini, öz həyatını dəyişdirməyə nail olur. Belə bir cümlə yaza bilərsiniz. 18. Stuart və John Ay. Stuart'a yaza bilərsiniz ki, baxın, Stuart'a bir dəqiqə ekran dondu deyəsən. Stuart'a yaza bilərsiniz ki, Stuart peşəsini dəyişmək qərarına gəlir. Çox inatkardır, əzimlidir, dayanmadan çalışır. John-a isə yazırsınız ki, tənbəldir, bəhanələr gətirir. Bu isə bunların xarakterik xüsusiyyətləridir. Sonra gəldik 19. Altına seçilmiş cümlədəki fikrin mətnin üslubi səciyyəvi xüsusiyyətlərinə uyğun şəkildə ifadə. Üslubi səciyyəvi xüsusiyyətlər bilirik ki, cümləyə məcazi mənalı sözlər əlavə etməkdir. Məsələn, təhsil çırağını yandırmağa vaxt tapmıram. Çünki varlığım artıq başqa bir ocağın ailə və övlad fədakarlığının oduna yanmaqdır. Yaza bilərsiniz ki, təhsilin işıqlı çırağını və yaxud da təhsilin cazibədar çırağını yandırmağa vaxt tapmıram. Çünki varlığım artıq başqa bir müqəddəs ocağın odunda yanmaqdır. Bu tipli müqəddəs sözünü əlavə edə bilərsiniz və yaxud da işıqlı, cazibədar, rəngli çırağın yandırmağa vaxt tapmıram. Bu tipli məcazi mənli sözlər əlavə edərək cümləni zənginləşdirə bilərsiniz. 20. İşarələr qoyulmuş sözlər arasında cədvəl tamamlayın. Kvadrat işarəsi qoyulmuş sözümüz hansıdır? Kvadrat kökü. Lakin kökü. Kökü burada sözün üslubi funksiyası kökü. Təbii ki, poetik funksiyadadır. Poetik. Bu görək nədir? Üçbucaq, ocaq. Ocağın təhsil ocağı nəzərdə tutulur. Artıq başqa bir ocağın. Burada isə poetik funksiyadadır hər ikisi. Buraya yazırsan üslubi funksiya
ağacın fərqli funksiyada, yəni informativ funksiyada yaza bilərsən. Ağacın kökü dərində bitir. Bunu yaza bilərsən terminoloji funksiya kimi. Poetik funksiyada bu ocaq sözünün isə həqiqi funksiyada yaza bilərsən ki, ocaqda yemək bişirdim. Bu isə sənin olacaq digər fərqli funksiyada işlətməyin. Aha, ikinci mətnimizdən davam edək, səbət davası. Deməli, baxaq. Deməli, bir daha buranı təmizləyək. Deməli, problemin həllində yox. 21-ci sual. Müqayisə cədvəlindəki hansı fikirlərin yeri dəyişdirilsə, yol vermiş səhvlər düzələr. Çay tarlasının sahibi, düyü tarlasının sahibi. Maddi vəziyyəti aşağı olan insan deyildi. 1. Hər ikisi üçün ortaq fikirdir. Deməli, biri ya 5 ilə dəyişəcək, ya 6 ilə dəyişəcək. Deyir, əsəbi danışır. Əsəbi danışan burada çay tarlasının sahibidir. Deyir, çay tarlasının sahibi qəzəbdən titrəyən səslə. Amma düyü tarlasının sahibi sakit və soyuqqanlı idi. Deməli, 1 ilə 5-i dəyişdirəcək. 1 ilə 5 dəyişəcək. Səbəti qonşuya müvəqqəti verdiyini bildirir. Bunu çay tarlasının sahibi yox, düyü tarlasının sahibi bildirəcək. Baxaq, deyir, yox. Mən isə malını qaytarmaq edir. Hə, deyir, səbəti ona müvəqqəti, ona əmanət kimi vermişdi. Bunu çay tarlasının sahibidir. Deməli, 2 qaydasındadır. 2-ni dəyişdirməyəcəyik. 2 qaydasındadır. 2-ni dəyişdirməyəcəyik. Deməli, 2 olanlara çıxırıq. 2 qaydasında yazılıb, 2 olanlara çıxdıq. Və 1-i dəyişdirməliyik. 1 4 var, 1 5 var. Özgə malına göz tikir. Bəli, düyü tarlasının sahibi. Bu doğrudur. Deməli, 1-dən 5 dəyişir. Əsəbi danışır. Bu, əsəbi danışan çay tarlasının sahibidir. 1-dən 5-i dəyişəcək. Öz iddiasında israrlıdır. Bu isə hər ikisi. 3-dən də 6-nı dəyişəcək. Qonşusuna şərait olaraq onun sözdən yalan olduğunu vurğular. Bu isə düyü tarlasının sahibi. Yəni, cavabımız C variantıdır. Mətnə uyğun fikirləri müəyyən edin. Təbliğ olunur. Təbliğ nədir? Bəyənilən, xoşa gələn fikir. Ədalətli qərar çıxarmaq. 1. Bəli. İşində peşkar olmaq, bəli. Qonşudan geri qalmaq, yanlışdır. Tənqid, yəni nöqsanlı fikir, səhv fikir nədir? Haqqın müdafiə olması, xeyr, haqq müdafiə olunur. Nəfsin əsiri olmaq, bəli. Burada düyü sahibinin, düyü tarlasının sahibinin simasına görə ki, o nəfsin əsiri olaraq qonşusuna şər atır. 1, 2, 5 bizim cavabımızdır. O da Y variantıdır. 23. Problemin həllinə ilk dəfə kim cəhd edir? Problemin həllinə ilk dəfə cəhd edən deyir qonşular, bircə dəqiqə. 2 qonşu adalıb düşürdü. Bu heç kim bu qəzəbi sustura bilmədi. Aranı sakitləşdirə bilməyən qonşular. Deməli ilk dəfə cəhd edən qonşular olub. Burada cavabımız B variantıdır. Mətnin ideyasına uyğun fikir hansıdır? Halal zəhmət baş ucalıdır. Əl-ələ hökm edər. Qonşu ilə məsləhətən tağı əyri bitər. Yalan ayaq tutar ancaq yeməzlər. Burada bu tağı düyü tarlasının sahibinin simasına görə o yalan danışır, amma sonunda həqiqət üzə çıxır. Yəni yalan ayaq tutur ancaq yerimir. Cavabımız Y variantıdır. Hakimin səbətə sual verməsinin birbaşa nəticəsi nə oldu? Hakimin səbətə sual verməsinin birbaşa nəticəsi oldu ki, haqq ədalətin bərbası A variantı olar. Sonra altına çəkilmiş cümlədəki fikrin mətnin üslubunun səciyyəvi xüsusiyyətlərinə uyğun başqa bir cümlə ilə ifadə edib yazan altına çəkilmiş fikrimiz hansıdır? Altına xətt çəkilmiş o elə bilirdi ki, heç kim onun yalan danışdığını bilməyəcək. Yəni burada ifadə olunan fikri məcazi mənalı ifadə ilə ifadə etmək lazımdır. Məsələn, belə bir söz deyə bilərik ki, o elə düşündü ki, hamının gözünə kül üfürüb onları aldatmağı bacaracaq. Hamının gözünə kül üfürməyi bacaracaq. Bu şəkildə onu məcazi mənalı ifadələrlə başqa bir vəziyyətdə yaza bilərik. 2 adam haqqında qərar veriləcəksə, hər ikisini dinləmək vacibdir. Hökmünü mətnlə əlaqələndirin və fikrinizi əsaslandırın. Yaza bilərsiniz ki, bu hökmü mətndə hakimin simasına əlaqələndirə bilirik. Çünki hakim hər iki qonşunu dindirir, hər iki qonşunun fikirlərini nəzərə alır. Sonra 28. Mətnin üst tərkib hissəsini əhatə edən plan bəndi. Plan bəndi söz birləşməsi şəklində olur. Girişə verib məhkəmə salonuna qədər uzanan mübahisə. Əsas isə hakimin ədaləti bərpa etmək səyləri. Ədaləti bərpa etmək cəhdləri. Bərpa etmək cəhdləri məsələn. Nəticə isə yaza bilərik. Görək nəticədə nə var? Bircə dəqiqə. Düyü tarlasının sahibinin qızarması. Qonşunun utanıb qızarması. Qonşunun utanması məsələn. Utanması. Bu da sənin plan bəndindir. Başqa nəsə yazmışsa, rəylərdə qeyd edə bilərsiniz. 29. Mətn əsasında cədvəli tamamlayın. Hakimin həqiqəti bu ipucu əsasında müəyyən edir. Çay toxumlarının tökülməsi yoxsa düyü toxumlarının tökülməsi? Burada çay toxumlarının tökülməsi nəticəsində müəyyən edəcək. Bunun əsaslandırması da burada deyir ki, səbəti çırparkən onun yanında düyün qırıntıları ilə yanaşı çay toxumları da töküldü. Deməli, ipucu əsas çay toxumları olub. Bu kiçik toxumlar ən böyük həqiqət idi. Nəyi? Çay toxumların nəzərdə tutur. Deməli, burada cavabımız çay toxumları olmuş olacaq.
30. Çərçivədə verilmiş ifadəni yerinə görə əvəz edə bilən məcazi mənalı nümunə yazın. Çərçivədə veriləcək ifadəmiz hanı? Çərçivədə. Bax, imtina etməyə məcazi mənalı söz nə deyə bilərik? Tutaq ki, imtina etmək məsələn boyun qaçırmaq deyə bilərik. Rədd etmək deyə bilərik. Məcazi mənada deyir də, düzdür? İfadə edən əvəzə məcazi mənalı nümunə deyin. Ən uyğun variant boyun qaçırmaqdır. İmtina etmək, boyun qaçırmaq. Belə. PDF üçün burada görülən nömrəyə yaza bilərsiniz və həmçinin də dərslərə qoşulmaq üçün yenə də başda gördüyünüz nömrəyə yazıb əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.